Dəyərli izləyicilər, sanki milli kanallarımıza hardansa bir tapşırıq gəlib, hardansa bir komanda gəlib ki, maksimum bəsitləşin, maksimum vulqarlaşın, cəmiyyəti də özünüzün arxasınca aparın və s. Günlərdir bu barədə danışırıq və həyəcan təbrik alırıq ki, yəni bu sıradan hadisələr deyil. Ekranda, musiqi verilişlərində, ailə məişət proqramlarında Azərbaycan cəmiyyətinin bütün dəyərlərini yerlə yeksan etmə xətti götürülüb. Manısları çağırırlar efirə, onlar gəlirlər. Gələndən sonra isə öncə başlayırlar öz əxlaqsız həyat tərzlərini cəmiyyətə təqdim eləməyə. İsrarlı bir şəkildə bildirirlər ki, hər şey normaldır, bizim həyatımız yaxşıdır, mənə xəyanət ediblər, mən də xəyanət eləmişəm. Bir başqası deyir, uşaq dünyaya gətirmişəm, amma uşağımın atası evlidir. Bir başqası çox rahat bir şəkildə qeyri-qanuni nikahda yaşadığı demək kişini öz əri kimi təqdim edir və s. Eyni rəzalət, eyni biabırçılıq dəyərli izləyicilər ailə məişət proqramlarında da öz əksini tapır. Orada da rəzalət gerçəkdən də bura qədər, xirtdəyə qədər gəlir çıxar. Bu yıxılanımız da var yeri gəlmişkən, yıxılıb rəzil olanımız da var, aparıcının yıxıl sənə baxım deyəni də var və s. Yəni vəziyyəti o həddə gətirib çatdırırlar ki, artıq hamı efirdə meymunçuluq eləyir. Ailə məişət proqramlarında isə arvadının xəyanətini öyrənən kişinin studiyada ağlaşma, şüvən görüntüləri yayılır, DNK analizləri gəlir və s. Qaynatalar gəlir, qaynanalar gəlir, vaylar, şüvənlər və s. Və diqqəti cəlb edən məqam budur. Hər gün bu rəzillik artdıqca bunun başqa nümunələrini də dəyərli izləyicilər biz həyatımızda görməyə başlayırıq. Əvvəl televiziyaya baxırıq, kəşi şoudur, quraşdırırlar cəmaat baxsın deyə, quraşdırırlar cəmaat izləsin deyə və s. Amma buna baxıb da həvəslənənlər olur. Məsələn, belə qalmaqallara baxırlar, iki qadın bir kişiyə görə dalaşır məsəl üçün və yaxud da ki, birinin keçmiş sevgilisi indi o birinin uşağının atasıdır və s. Ona görə bir-biri ilə atışırlar və s. və çox maraqlıdır ki, bunların hər ikisi və yaxud hər üçü hamısı da demək ailəli kişidən uşaq dünyaya gətirən müğənnilərdir və bunlar cəmiyyətə artıq belə deyək, hörmətli müğənnilər kimi təqdim olunur və onları toylarda başa çıxarırlar, kəlləçax da toy qiymətləri olur. Onu deyirəm, bax bunlar bu hadisələri biz burada görürük. Deyirik, əşi şu bəziləriniz deyirsiniz ki, əşi şoudur, boş verin, keçin. Amma onun nəticəsini artıq həyatımızda görməyə başlayırıq. Manyaqlıq, seksual manyaqlıq, yəni yaşlı kişilərin, məsələn 85 yaşlı mollanın gedib əqli cəhətdən qüsurlu olan birinə qarşı cinsi zorakılıq eləməsi, məsəl üçün bundan nə ilə fərqlənir ki? Yəni, baxırlar insanlar və yaxud da ki, bir Qarabağ qazisinin gedib 2 yaşlı uşağı 1 manat verib sonra da qolundan tutub qaçırması bunun əlaməti deyilmi? Qadınların özündən kiçik yaşda olan oğlanlarla sevgi macerası yaşaması və yaxud da ki 65 yaşındakı kişilərin 18-19 yaşındakı qızları qaçırması özlərinə belə qeyri-qanuni qadın etməsindən bağlı yüzlərlə hekayə oxuyuruq gün ərzində. Bəzən bunlar məhkəmə ilə bitirlər və oxuyuruq, baxırıq ki, nəticəsi sonu məhkəmə ilə bitib, kimsə qısqanclıq zəminində öldürüb, yaralayıb və s. Hadisənin əvvəli isə belə bir mənasız və belə bir çirkli bir hekayədən ibarətdir. Bax, biz ona görə deyirik ki, bunların ardı arası kəsilməyincə bunlar hamının həyatına sirayət edəcək. Hamının həyatına bu və yaxud digər dərəcədə birbaşa olmasa da dolayısı yolla sirayət edəcək. Mən buradan audio-vizual şuraya müraciət eləmək istəyirəm, dəyərli izləyicilər. Keçən həftələrdə bilirsiniz ki, bir aparıcı var idi, Nigar Fərhad idi. Mən qızıma, oğluma atasız qız almaram demişdi, xatırlayırsınızsa. Və dərhal audio-vizual şura onunla bağlı qərar qəbul etdi, qınadı, verilişi bağlandı, özü kənarlaşdırıldı və s. və l. Amma çox maraqlıdır ki, Nigarla bağlı hadisəyə anında müdaxilə edən, sözü gedən şura bu verilişlərlə bağlı niyə hərəkətə keçmir? Nəyi gözləyir? Niyə bir ən azı xəbərdarlıq yoxdur? Niyə bir hansısa cəza tədbiri yoxdur? Niyə çox özəl və çox güclü kanallardır və yaxud da çox reklam gətirən pullu kanallardır? Nəyə görə? Onların gücü mü çoxdur? Axı onlar açıq-aşkar Azərbaycan cəmiyyətinə əxlaqsızlığı servis edirlər. Bunun qarşısını almaq bu qədər mi çətindir? Bax, dövlət kanallarına baxırıq. Azərbaycan televiziyası, ictimai televiziya, mədəniyyət kanalı. Necə gözəl nümunələr də ortada. Necə gözəl Azərbaycan cəmiyyətini maarifləndirici verilişi də var, uşaq verilişləri də var, müzakirə verilişləri də var, xəbər proqramları hamısı yerindədir. Demək ki, digər özəl kanallara da onu təlqin etmək olar da.
digər özəl kanalları da bir hizaya, bir cərgəyə salmaq olar da. Demək istəyəndə bunu etmək olar xəbərdarlıqlarla və s. Niyə bizim kanallarımız mənasız, düşük, belə deyək də, ailə, məişət davalarına, bəzilərində uydurmadır deyim sizə. Nəyə görə manısların davalarına, nəyə görə manısların bambıllıqlarına, nəyə görə onların görməmişliklərinə səhnə olmalıdır. Filankəs 400 minlik maşın alıb. Soruşan lazımdır, nə ilə almısan? Filankəs villasını nümayiş etdirdi. Ay, bəs Məkkənin evindəki, nə bilim, qulluqçunun əynindəki paltar filan qiymətidir və s. Yəni, bax, belə bayağılıqları, belə səviyyəsizlikləri cəmiyyətə təlqin etmək nə deməkdir? Əgər bunun olmasını istəmirsinizsə, cəmiyyətin korlanmasını istəmirsinizsə, lütfən bir zəhmət, üzümü tuturam buradan audio-vizual şuraya. Lütfən bir tədbir görün. Monitoring keçirirsinizsə, bu kimi hallarla bağlı sizin də qeydləriniz olsun və kanallara xəbərdarlıq edin. Ən azı xəbərdarlıq edin. Ən azı cəzalandırma mexanizmi tətbiq edin. Bəli, var axı bunlar. Bunlar bütün dünyada var. Normalar var, efir norması var, etika norması var. Efirdə deyiləcək sözlər var, deyilməyəcək sözlər var. Ağızlarını qoyurlar Allah yoluna. Birazdan üzr istəyirəm, yataq macəralarından danışacaqlar. Birazdan o yasaq eşqlərinin, belə deyək də, təfərrüatlarını bizimlə bölüşəcəklər. Çünki bunlara dur deyən yoxdur. Bunun qarşısını ala bilməyəcəksiniz. Necə deyirlər, cəzasızlıqdır hal-hazırda. Mən azad söz və s. bu məsələlərə qarşı deyiləm. Amma bu azad söz deyil, bu azad tərbiyəsizlikdir. Bu azad əxlaqsızlıqdır bir çox hallarda. Yəni deyirəm, məsələn, bu gördüyünüz qadın bizim bir il bundan əvvəl zarafat eləyib də doladığımız bir hadisənin qəhrəmanı deyildimi? Hatırlayırsınızmı? Belə deyək də, yançaqlarını oynada gəzirdi Nigulə xanım Kəmayeva. Bədəni görünmürdü, sırf hamı fokuslanmışdı onun bəlli bədən üzvünə. Və bu adam artıq belə rəzilliklə hamının diqqətini cəlb etdi. Sonra da gəldi, indi ekrana çıxır. Burada da yenə yıxılır, durur və s. Yenə toylardadır və s. Yəni belə yaranır. Birdən-birə evimizin içinə gəlmirlər. Birdən-birə bizim həyatımızın bir hissəsinə çevrilmirlər. Məncə vaxtında yox demək, dayan demək, cəzalandırmaq lazımdır. Yoxsa qabağını ala bilməyəcəksiniz, qarşısında dayana bilməyəcəksiniz. Çünki qar topası bax belə yavaş-yavaş böyüyür, birdən dağa çevrilir. Biz hal-hazırda o dağa gedən yoldayıq. Bunlara yox, olmaz deyən olmasa, sabah daha böyük bir rəzalətlə, daha böyük bir, belə deyək də, rəzil açıqlamalarla, davalarla, intriqalarla, açıqlamalarla, insanlara dərs verməklərlə gündəmə gələcəklər. Məncə bunun vaxtıdır və hətta vaxtı deyil, vaxtı çoxdan keçib. Hərəkətə keçmək zamanıdır. Bu bizim gələcəyimiz üçün lazımdır. Təkcə biz jurnalistlər deyirik deyə yox. Gələcəyimizi düşünürüksə, bunların qarşısını zamanında almalıyıq, dəyərli izləyicilər.